Birazdan bizi aşağıda deyək ki, neftçilərin qurğunda polis saxlasa, mən şüşəni endirsəm və içəridə ona içki iyisi vursa, o da məndən şübhələnsə, sonra mənlə əlaqədar protokol tətbiq etsə, yox, maşın sürürsüz, siz rolda olanda nə istəyirsiniz eləyə bilərsiniz. Bu sizin məsuliyyətiniz altındadır. Amma hal-hazırda maşın içərisi pivə iylənir və polis... Pəncərəni açaqda, elə şey olur, pəncərəni açanda iyi gedir falan. Mən özümün maşın sürəm və komfort çağırmışam. Yox, komfort çağırıbsınız deyəsiz, pivə içə bilməzsiniz axı maşında. Elə şey olur, pivə içmə, araq içirəm, viski içirəm. Fərqi nədir? Hər ikisi, hər üçü spirtli içki deyil. Yoxsa bəlkə mən səhv bilirəm. Baxın, kondisioneri söndürürəm və çöldə hal-hazırda 29 dərəcə istidir. Siz aynaları indirəsiniz, istidə qaynaya-qaynaya pivə içmək istəyirsiniz və isti pivənin iyisini daha kəskinləşdirəcək. Neçə dəqiqə içər? 10 dəqiqəyə. Olmazdım ki 10 dəqiqədən sonra açardınız və ya içərdiniz. Və ya minməmişdən qabaq içərdiniz. Heç olmasa nəzakət olaraq sual verərdiniz ki, qardaş, olar pivə içmək? Ya ay bəy, olar pivə içmək? Mən də deyərdim ki, ay xanım, ay bacı, qurban olaram yox.